Salamlar. Salam əzizlərim. Yenidən sizinlə mən Kamilla. Bugün də çox şadam ki, videoma baxırsınız. Bugünkü vlog biraz daha fərqli alındı. Daha səmimi, daha real. Sizə gündəlik həyatımın bir hissəsini göstərəcəm. Nələr baş verir danışacağam və fikirlərimi paylaşacağım. Biz isə artıq yoldayıq və qaynanamgilə yollanırıq. Bugünkü vlogumuz isə bağdan olacaq. Ona görə rahat əyləşin, videonu axıra qədər izləməyi unutmayın. Çünki bu dəfə sizlər üçün maraqlı şeylər hazırlamışam. Əgər video xoşunuza gəlsə, mütləq like düyməsinə basın və kanalımıza abunə olun. Siz də mənə belə öz dəstəyinizi göstərə bilərsiniz. Çox şad olacağam. Köhnə vlogu paylaşmışdım. Əslində çox bəyəndiniz. Söhbətli vlog olduğuna görə artıq 100-cü vlogumuza gəldik, çatdıq. Təbrik edirəm bizi. Çox uzatmayım əzizlərim. Hazırsınızsa başlayaq. Hər kəsə salam. Sizi bağdan salamlayırıq. Çıxdıq Aylinka ilə biraz gəzməyə burada bağın içində. Və sonra gecə yatmağa. Aylin, привет, привет, сделай привет, привет. Bir-iki gecə burada qalacaq qızlar. Və sonra qayıdacaq evə. Привет, привет, привет. Bugün milyenga ruleti pişirəcəm. Dünən axşam gəldik. Dünən axşam gəldik. Normal video çəkə bilmədim, ona görə bu günə qaldı. Qonşular da maşallah səsləri bura gəlir. 2 gün burada qalacaq, sonra gedəcək mamamın ad günündən. 12 iyun anamın ad günüdür. Burada nə gözəl ediblər. Qaynatam hamısını əkib. En bəyəndiyim jasmindir. Aylinka. Biraz gəzək. Bu balaca qaçır hər yerə. Ona görə bundan müğayət olmaq lazım. Görürsünüz, çıxır yuxarı. Uy! Bunu deyirdim. Kalk, давай. Поднимайся. Поднимайся, поднимайся. Kuşların səsi elə gözəldir ki, terapiya kimi gəlir qulağıma. Bu jasmin üçün ötürü ölürəm də. Hələ burada arkadır belə gözəl. Hoşuma gəlir. Buradaki jasmindən elə gözəl qoxu gəlir ki, hələ qızıl güllərə baxın. Sarı, qırmızı. Burada da sarıdır. Aylin, ne делай? Порежешься kızım. Orada da ölüb. Burada da qızıl güldür. Bu da feyxuğa oxşuyur. Feyxuğa olmalıdır. İyi, burada qızıl güller. Oradaki de güller gözəldir. Qaşıqlara baxın. Girayında deyəsən. İyi, burada da qızıl güller. Bu da maraqlıdır. Bilmirəm nədir bu. Kim bilirsə yazsın. Bu da deyəsən nanədir. Bunu da necə tanıdım. Qartenziya. Çox gözəl güller açır. Gərək birini mən evdə əkim. Amma əslində ev üçün deyil. Bağ üçün qəşəng. Onları əkmək olar. Buna baxın. Bütün çiçəkləri qopardır. Aylin, vыброси. Фу, vыброси, kaka. İndi qaynanamın mətbəxindəyəm. Burada konfitür hazır edəcəyim. Merenga ruleti üçün qızlar. Deməli, klubnikanı götürdüm, belə doğradım. İndi biraz istirəm əzim onu və sonra göndərəcəm bura, qazana. 30 dəqiqə qaynadacağım. 30 dəqiqə qaynayandan sonra şəkər tozunu vuracağım. Və limon suyu bəlkə ən sonda və bizə bu konfitür merenga ruleti üçün lazım olacaq. Balaca köməkçi də buradadır kaksikdə. Qızlar, bunu attım bura, çiyələyim. İndi 30 dəqiqə falan pişirəcəm. Ən sonda şəkər tozu. Ben de gedim yatıştırım. Bir dənə bunu tez bazar hazır edeyim, geçsin yatmağa.
Bircə bunun gözəlliyinə baxın. Gözə yarı vurmuşam şəkəri. Çünki burada bilmirəm nə qədər çiyələk atmışdım. Çox gözəl rəngi var. Çox bəyəndim. Hə, bir də axırda 2 balaca limon sıxacam ora. Все, qızlar, konfitür hazırdır. Çox gözəl görsənir. Alinka yatıb. Mən də burada seriala baxıram. Bir dəqiqə fokus yapışdırım. Mexanik serial deyirəm, kinodur. Orada da varenyam hazırdır. Cem kimi konsistensiyası var. Məncə daha cem deməyə uyğundur ona. Heç nə. İndi yoldaşımla qanatam gedib markete gələcəklər və durub merengue ruletini hazırlayacağım. Bugünkü mövzu artıq ideal olmağa çalışmıram. Düzdür, hər birimiz insanıq, istəyirik ki, hər şeyimiz ideal olsun, uşağa baxdığımız anlar ideal olsun, figuramız, biz qadınların yarısı eləyik. Amma sonra fikirləşdim ki, nəyə və kimə görə bunları edirəm. Instagrama girirsən, bütün blogerlər ideal həyat yaşayır və fikirləşirsən ki, nə yaxşı, mən də belə istəyirəm. Hər gün gözəl, ideal nəsə paylaşırlar, gündəlik gözəl görsənim, figuram incə olsun. Bu qızlardakı kimi. Hər birimiz fərqliyik. Kiməsə dolu olmaq yaraşır, kimsə makiyajsız belə gözəldir. Əvvəllər mən Instagramda istəyirdim, məndə də hər şey ideal olsun. Bütün kadrlar. Sonra fikirləşdim ki, kimi aldadıram özümü. Ailənin səsləri kameraya düşəndə əsəbləşirdim. Evdə sakitçilik yaradırdım ki, ətrafda gələn səslər mane olurdu mənə video yazmaq üçün. Post paylaşa bilmirdim. Evlər kirli olanda başlayırdım, ilk yığışdırırdım hər yeri. İdeal kadrlar axtarırdım, çəkirdim. Özümü bu işlərlə çox yormuşdum qızlar. Özümə dedim ki, özüm kimi olmaq istəyirəm. Necə var, elə də paylaşımlar eləyəcəm. Onsuz hansısa insan səni qınamağa qalxsa, onsuz da bir şey tapıb deyəcək. Bir məsəl gətirim sizə. Məsəl üçün, sən kökəlirsən, sənə başlayırlar yazmağa ki, sən köksəni, çox eybəcər görsənir. Arıqlayırsan, yazırlar ki, ayda çox arıqlamırsan, yaraşmır, üzün düşüb. Yadımdadır o gün nənəgilə gedəndə yağlı qab-qacaq var idi. Bunları çəkmişdim. Bir neçə xanım yazmışdı ki, bəs mamava deyərsən ki, o qazanları çaynik falan silsin. Siz indi hardan bilirsiniz, silib ya silməyib? İnanıram ki, öz evlərində də belə çirkli qab-qacaq saxlayır. Sadəcə indi internet tərəfdə ki, bu insan təmizkardır da hər tərəfli baxanda. Düzdür, hər bir insanın rəy yazmağa öz haqqı var. Çünki sən blogersən, açıq səhifə işlədirsən, o da öz fikrini bildirir. Amma belə tonda olmasaydı, yaxşı olardı. Hər birimiz insanıq. Bugün sabah bilmirəm, Allah bizim gələcəyimiz üçün nə hazır edib. Kinli, negativ insan olmaq heç bir yaxşılıq gətirmir. Bir dənə söz var, o sözü çox sevirəm. O sözü hətta qulağıma sırğa eləmişəm. O söz də ki, bu sözdür. Allah hamının ürəyinə görə versin. Nə qədər kinli insan olacaqsan, Allah səni elə bu kinli həyatda yaşadacaq. Mən heç vaxt heç kimə pis rəy bildirməmişəm. Xoşuma gəlməyibsə, baxmamışam. Mən negativ insan deyiləm və xoşlayıram ki, mən olan yerdə pozitivlik olsun. Həm sizə pozitiv enerjimi ötürə bilim. Hər zaman çalışıram negativ bir şeydə bir pozitiv məqamları tapım. Əgər siz də yorulmusunuz, əgər baxırsınız və fikirləşirsiniz ki, hamı bacarır, bircə məndə alınmır, bil ki, sən tək deyilsən. Səndə də mütləq alınacaq. Canım sənə qurban. Nəysə, merenganı qoydum. 35 dəqiqə bişməlidir. Görək bugün alınacaq ya yox. Ümidvaram ki, alınacaq. Yemə, ne kuşi plastilin. Banan vermişəm ona. Hadi krem üçün nə lazım olacaq? Pudra şəkəri, labnə pendiri və 2 ədəd mən qaymaq götürdüm. Bu Dr. Milk'ın qaymağını çox bəyəndirəm. İçilik üçün də belə cəm hazırlamışam bəyə qızlar. Heç nədir, keçək, kremi hazırlayaq. İlk öncə qaymaqla labnəni və pudra şəkəri qarışdıracaq mikserlə. Krem də hazırdır. Mən onu çox duru yağlı kimi eləmirəm. Heç nə. Gedək, baxaq indi.
ruletimiz pişsin. Krem de koyacağım. Konditorski meşoçka məndə var idi. Bunu da həm cemdə. Dekor için de klubnika lazım olacak bize. Verdim. Şimdi biri dekor için olacak krem. Biri içlik için. Şöyle yerleştireceğim. Birinci bura cem gelecek. Hoppa. Bu da içlik içindi. Ve hele koyacağım bunu soyuducuya. Nasatkam var. Bunda dekor için istifade edeceğim. Bura dekor için olan kremi saklayacağım ki içlik içində çatsın, dekor içində. Bir dənə də pauza elədim. Aylin hanımı yatdan çıxartmırıq. Sup yetizdirəcəm ona. Blenderdan keçirdim. Burada biraz pomidor xiyar koydum. Ya da koymadık. Bir dənə sup yiyəcək hər iki. Meringaya görə heç narahat olmayın. Kiməsə maraqlı gəldisə bu resept mütləq reylərdə mən onları sabitləyəcəm. Onları deyəndə ki, o resepti sabitləyəcəm sizin üçün ki, rahat tapa bilərsiniz. Burada video çəkə-çəkə dedim ki, üzərindən səs yazım. Belə daha maraqlı olar. Sevilmək üçün ideal olmalı deyilsən. Sən artıq kifayət qədər yaxşısan və əgər sən gerçək və səmimisənsə, bu artıq kifayətdir. Kiməsə görə ideal olmaq lazım deyil. Ona görə mən YouTube-da başlayanda özüm olduğu kimi başlamışam. Elə də davam edəcəm. Bir anlıq yorğun çıxa bilərəm qarşınıza. Bir gün gözəl makiyaj edib çıxa bilərəm qarşınıza videolarda. Yəni bu normaldır. Bu mənim hal əhvalımdan asılı olacaq. Hansı günlərdə pəhrizi başlayıram, sizinlə bölüşürəm. Eləmirəmsə, yalandan çəkib demirəm ki, bugün pəhrizdəyəm, amma kadr arxası kartoşka fri yeyirəm. Ona görə belə qarışıq vloglar gəlir. Bir gün idman edirəm, sonra tənbəliyimlə sabahsı gün burger yeyirəm. Stres atıram mən yeməklə, neyiniyim? Bu mənim üçün normal sayılır. Çünki gün ərzində özümü yormaq istəmirəm. Diyetalar isə yüksək çəkidən çox rahatdır düşmək. Məsəl üçün indi hal-hazırda 67 kiloyam. Düzdür, üstünə düşsəm düşə biləcəm, amma ki tənbəllik edirəm. Uşaqla gün ərzində o qədər yoruluram ki, normal qidalanmaq üçün vaxt tapmıram. Bu arada da analiz verməliyəm, çünki 2 aydan sonra 30 yaşım olur. Demək olar ki, yubileydir. İnanırsınız, ağlımda heç bir şey yoxdur. Ad günümü necə keçirdəcəm, necə olacaq? Köhnə ad günüm evdə olmuşdu. Hətta video çəkmişdim. Bir vlog var. 29 yaşım olmuşdu onda. Bu il isə 30. Qocaldıq qızlar, qocaldıq. Oturub fikirləşirsən ki, 30 yaşımda mən nələr elədim, nələr qazandım həyatımda. Özünü sorğuluyursan və bir anda pis olursan ki, bu qədər həyat yaşadım, hələ qabaqda nə qədər şeylər məni gözləyir. Yazın görək neçə yaşınız var. Mənə maraqlıdır, məni neçə yaş arası olan insanlar izləyir. Əslində YouTube statistikamda göstərir neçə yaş arası. Amma profillərin yarısı baxıram ki, kişi tərəfdən izlənilir. Çünki bəzi xanımlarımız öz yoldaşın profilindən girir. Bunları mən artıq bilirəm çoxdan. Bir də görürəm mənə hansısa aydın yazır. Orada da xanım yazır ki, mən xanımam. Çox sağ olun ki, bunu qeyd edirsiniz bu arada. Sizlə danışa-danışa da merenganı hazırladım. Çox dadlı alınmışdı bu arada. Qaynanam və qaynanam çox bəyənmişdi bunu. Merenganı artıq ikinci dəfədir hazır edirəm və çox razı qalmışam. Çünki hər dəfəsində dadlı alınır. Formasına baxın. Balaca deyir ona. Bir dənə pauza elədik, yemək yedik. Çıxdıq Aylinlə biraz havada. Bu aralar çox yorulmuşam. Böyle yuxusuzluqdan. Cəmi bir dəfə mama gəldi, bizdə qaldı. Normal yuxu ala bildim. İndi yenə yuxusuzluqdan can atıram. Bu da kıstaydı. Rozmarindi. Buradan getirmiştim rozmarini yanınızda. Bu da kaçır. İştir kızlar. Oy!
kız? Mami больно же? Biz artıq qayıtdıq evə. Qaynanamgildə 2 gecə qaldıqdan sonra evə gələn kimi alış-verişimizi elədik. Çünki bəzi ərzaqlar bitmişdi evdə. Bu arada Divanın bu yağından aldım. Bilmirəm, bəyənirsiniz ya yox. Mən yeni kəşf eləmişəm bunu. Əslində kırlangıç istifadə edirdim. İndi bunu aldım. Belə tomat pastasını tapdım. İran məhsuludur, səhv eləmirəmsə. Və marketdə çox gözəl, fresh göyərtilər tapmışam. Mən olmasaydım, almasaydım onları. Badımcanları da götürdüm. Biberləri və evimizin yanında bir kişi çox dadlı pomidorlar satırdı. Dediyinə görə salyan pomidoruydu və çox dadlıydı. Ümidvaram ki, bugünkü hekayəmi bəyəndiniz. Birazdan vlog bitir. Ona görə abunə olun və gözəl reylərinizi gözləyirəm. Göyərtilərimi təmizlədim. Deməli, hamısını ayrı-ayrı qoymuşam. Bircə bunları bir yerdə qoymuşam. Çünki bunlar bir yerdə ideal kombodur. Burada nanədir, reyhandır, sonra soğandır, cəfəridir, keşnişdir, şüddür. Hamısını da bilirəm, öyrənmişəm artıq adlarını. Əvvəl bilmirdim, ancaq rus dilində bilirdim adlarını. Amma indi Azərbaycan dilində yəni bildim. Ən çox rus sözlərindən istifadə edirəm ona görə. Neysə, bunları mən indi təmizlədim, qalsın suda. Və keçək, mən bugün qazan kotleti bişirəcəm, amma içinə badımcan da vuracam. Bir dənə də ət aldıq, orta yağlı mal əti. Bura bir dənə soğan vuracam, blenderdən keçirəcəm onu. Ədviyyatlar duz istiyor. Bir də forma verəndən sonra soyuducuya gedəcək 20-30 dəqiqəyə. Deməli, başda iş gedir. Badımcanı atdım elə, ət olan yerdə, eyb yoxdur, yiyəcəm onsuz da duzlamışam. Burada pomidordur. Bu arada bu salyan pomidorlarını aldım qızlar. Dadına baxdım, çox ləzzətlidir. Burada isə pomidordan belə blenderdan çəkəcəm. İçinə də biraz tomat pastası vuracam. İstədim ki, göy soğandır. Göy soğan ya qırmızı soğan, üzr istəyirəm. Bunu vurum. Plus biber, soğan, bir də mənim kotletlərimi mən qoydum qızlar soyuducuya. Baxın. Görün necə gözəl görsənirlər. Biraz toppuş eləmişəm. Belə gözəldilər. Qalsınlar 20-30 dəqiqə. Və bu yeni aldığım pastanı görək necədir. Rahat marketdən almışam. Yox, Arazdan. 2 manat 60 qəpik idi. Fikirləşdim ki, bu qədər ölçüdə məncə yəni yaxşıdır. 500 qramdır burada. Kilonun yarısıdır. Görək haranın məhsuludur bilmirəm. Burada indi oxuyub sizə də deyəcəm. Qızlar İranın məhsuludur. Ona görə. Görək pasterizə edilmişdir özdə. Baxın, burada yazılıb. Görək necə olacaq bu. Sizinlə də paylaşacağım. Xoşuma gəldi ya yox. Burada badımcanlarım artıq qızdı. Bunları da bura qoydum və kartoşka. Hələ ki sudadır ki, qaralmasın. Hələ bunu doğramalıyım qəşən belə. Badımcanlar da hazır qaldı. Kotletləri qızarmaq. Qızlar, bir dənə bunun gözəlliyinə baxın. Buradan bir dənə gözəl qoxu gəlir. Elə bir lülə kebab pişirmişəm. Sadəcə kotletin içinə soğan qoydum, ədviyyatları qoydum, biraz qızartdım. Burada su qoydum, indi qoyacağım, astaxotda pişsin. Deməli qızlar, bu da bizim bugünkü yeməyimizdir. Qazan kotleti belə hazırlamışam. Mən sulu xoşlayıram. Kotletləri də çox ləzzətli alınıb. Bir də bu möhtəşəm salat. Qazan kotleti ümumiyyətcə belə yeməklərin yanında mən soğanla pomidor yeməyi xoşlayıram. Bu videonun reseptini short videolar arasında tapa bilərsiniz orada reseptini. Mən də gedim yeyim, mənə nuş olsun.